Bismillahirrahmanirrahim. Elhamdülillahi ve salatu ve selamu ala Resulillah ve ala alihi ve ashabihi ve men valah amma ba'd. İnsanın qardaşlar, 3 düşməni var. Birincisi şeytandır. İnsanın birinci düşməni şeytandır. Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur: İnneşşeytane lekum aduvun fettehiduhu aduva. Həqiqətən şeytan sizin düşməninizdir. Onu düşmən olaraq tutun, düşmən olaraq görün. Və bu açıq-aşkar olan düşmənlərdəndir şeytan. Heç zaman insan cəhənnəmə girməyi ilə şeytan rahatlamır, ta insanı cəhənnəmin ən aşağı təbəqəsində görənə kimi. İkinci düşməni insanın özünün nəfsidir. Hansı ki, nəfs insana heç zaman, əgər nəfsə təslim olsan, sənə doğru şeyi əmr etməz. Nəfsin sağ deməz ki, namaz qıl, nəfsin sağ deməz ki, Quran öyrən, nəfsin sağ deməz ki, namazlarını get məsciddə birinci səhvdə qıl, nəfsin sağ deməz ki, sədəqə ver, zəkat ver, həccə get, oruç tut. Heç zaman sən gözləmə ki, sənin nəfsin sənə axirət günü fayda verən bir şeyə səni yönəldəcək. Əsla bu şey olmayacaq. Nə olacaq? Nəfsin səni cənnətdən uzaqlaşdıran nə varsa, cəhənnəmə aparan nə varsa və Allahın qəzəbinə düçar edici nə varsa, ancaq o şeyləri əmr eləyəcək sənə. İçki içməyə, oğurluq eləməyə, yalan danışmağa, küfr eləməyə, şirk eləməyə, bidət eləməyə və pis-pis işlər görməyə nəfsin səni əmr eləyəcək və bəzilərində səni haqlı çıxartmağa çalışacaq, bəzilərini sənə günah kimi göstərməməyə, bəzilərini görməməzlikdən gəlməyə, bəzilərində küçümsəməyə. Bu şeyləri sənin qabağına çıxardaraq səni asiliklərə və günahlara vadar eləyəcək. Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur: İnnen nefse le'emmâratun bis-su. Həqiqətən insanın nəfsi ona ancaq pis şeyləri əmr eləyəndir. Baxın, ərəb dilində belə bir qayda var. Əmr eləyir, biri də çox əmr eləyir. Yeyir, biri var çox yeyir. Yatır, biri var çox yatır. Buna mübalağa siğası deyirlər, mübalağa uslubu. Yəni bir şeyin ciddi və təkrar olacağını. Ona görə Allah Teala demir ki, nəfsiniz sizə pisliyi əmr eləyir. Nəfsiniz sizə pisliyi çox və təkrar əmr eləyir, deyir Allah Teala. İnsanın üçüncü düşməni, insanın qardaşlar, üçüncü düşməni çevrəsində yaşadığı mühitdə olan insan, mühitində, çevrəsində olan Allaha və axirət gününə inanmayan insanlardır. Nə üçün deyirik Allaha və axirət gününə inanmayan insanlar? Çünki Allaha və axirət gününə inanmaq məsələsi ikisi Quran-ı Kərimdə bütün bitəşik gəlir, bərabər gəlir. Hədislərdə baxsaq görərik ki, Allaha və axirət gününə inanmaq məsələsi bütün bərabər gəlir. Çünki Allaha inanıram iddiasını eləyən insanlar çoxdur. Amma axirətlə ilgili sorğu sual altına gələndə görürsünüz imtihandan kəsilirlər. Yəni cavab verə bilmirlər. Baxırsan hamı çoxsu deyir ki, Allaha inanıram, Allaha qurban olum, nə bilim, Allah göydədir, Allah təhdir, bunları deyirlər. Yaxşı, öldükdən sonra, təkrar, çürüdükdən sonra, kül olduqdan sonra, həlak olduqdan sonra, yandıqdan sonra, heyvan yedi, qurt quş yedi, nə oldu, nə olmadı? Qiyamət günü olduğu zaman Allah Taala'nın əmri ilə təkrar dirilib, həmin bədənivə dönüb, məhşər meydanında gəlib, hesab verib, sonra gediş yer ya cənnət ya cəhənnəm olmağına inanırsamı deyəndə, nə deyirlər? Başlayırlar tərəddüd eləməyə, kim gəlib o dünyadan, öldükdən sonra mən aparat ilə, o getdi, bu gəldi. Ona görə deyirik ki, sənin Allaha inanıram deməyin yalandır. Çünki inandığımız Allah bizlərə bildirən ki, qiyamət var, hesab var, sorğu sualı var, tərəzi var, sırat körpüsü var, cənnət var, cəhənnəm var. Bununla əbədi həyat buradan başlayır. Ya cəhənnəmdə əbədi, ya da cənnətdə əbədi və yaxud da cəhənnəmdə bəzi insanlar əgər şirk, küfr əhli deyirsə yanıb, sonra axırda cənnətə girəcəklər. Yəni, əbədi həyat insanda ya cənnətdədir, ya cəhənnəmdədir. Qalan dünya
sonra axirətlə dünyanın arasında olan indi ruhların olduğu yer, bərzəx aləmi, bunlar hamısı mərhələlərdir, insan bunlardan keçir axirətə qovuşana kimi. Ona görə qardaşlar, kimlər ətrafındakı, çevrəsindəki insanlar Allaha və axirət gününə inanmayan insandırsa, dostları olsa, ən qohumları olsa belə, bu onun düşməni sayılır. O mənada ki, əsl düşmən səni cəhənnəmə salan adamdır. Əsl pis adam səni cəhənnəmə sürtləyən, cənnətdən çıxardan adamdır. Ona görə Allah Azza və Cəllə, baxın, Quran-ı Kərimdə bunu nə gözəl Allah Teala vurğuluyur. Əl-əxilləu yevməizin ba'duhum li ba'din aduvun illəl muttaqin. O gün bütün dostlar bir-birlərinin düşməni olacaq. Allah Teala deyir ki, bütün dostlar, çevrələr o gün bir-birlərinin düşməni olacaqlar. Allah qorxusu üzrə bir araya gələnlərdən başqa. Müsəlmanlardan başqa. Hamı. Bugün nə var? Otururlar, sən sağ ol, mən sağ ol. 2 stəkan içəndən sonra başlayırlar öpüşməyə, qucaqlaşmağa, dombalaq uçmağa, nə bilim. Etmədiklə hoqqalar yoxdur. Güya səndən, məndən başqa insan yoxdur. Sağa görə mən belə eləyirəm, elə eləyirəm. Vallahi, dünən qəbr üstə etmişdim. Getmişdim həm müsəlmanları ziyarət edeyim, həm də ibrət alım ölümdən. Baxıram, subhanallah, qəbir sanının başından ayağına kimi. Heç bir qəbrin üstə əsla bir insan yoxdur. Yeni 2-3 günün, 1 həftənin, 10 günün, 1 ayın ölmüş insanları da var idi. Heç kəs yoxdur. Hətta mənim özüm belə ən sevdiyim insanın bu həyatda, öz qohuma qarabalarımdan, ən sevdiyim insanın yanına getdim. Maksimum 5 dəqiqə durdum, çıxdım. Çıxandan sonra dedim, subhanallah. Hətta 5 dəqiqə. Hətta 5 dəqiqədən artıq dura bilmirsən. Çıxırsan. Həyatda insana kim olursa olsun, asilikdə sənə yaxınam desin, yalandır. Öldükdən sonra hətta sənin qəbrin belə onların moralini pozur. Səni xatırlayıb iştahlarını küstürmək istəmirlər. Ölümü zikr eləmək istəmirlər. Qaçırlar bu söz söhbətlərdən. Niyə? Çünki insan axir öldükdən sonra gedəcəyi bir yerə inanmayandan sonra elə bilir ki, ancaq bu həyatdadır, ona görə nə bacarır burada eləməlidir. O zaman deyirik ki, əgər məsələ belədirsə, sənlə tövlədə saxladığın bir inəyin arasında nə fərq var ki? O da yeyir, o da içir, ayaq yoluna o da gedir, yağış yağana o da çimir, o da südü var, süd verir, nə bilim, erkəkdirsə, gedir, sürmək zat söhbəti. Yəni, onlar da cinsi həyat yaşayır, onlar da yatırlar, onlardan da doğulurlar, onlardan da sağılırlar, yer, içir, hətta inəklər var, duş zatı görürlər. Nə fərqin var? Bir insan olaraq nə fərqin var? Əgər sən axirət gününə inanmadınsa, o Allahın xəbər verdiyi şey inanmadın sonra, mən Allaha inandım, mən də Allaha qurban olum zat. Bunların özünü anlatma. Mən kənə minkum yu'minu billahi vəl yevmil axir. Sizdən kim Allaha və axirət gününə inanırsa, innellezine amanu billahi, innellezine amanu billahi və rasulihi və kutubi və rusulihi vəl yevmil axir. Hamısı bunların axirət gününə inanmaqla Allaha inanmaq bir təklikdir, qardaşlar. Ona görə çevrədəki azdırıcı insanlardan da diqqətli olmaq lazımdır. Və sələflərdən biri deyir ki, ağıllı insan odur ki, baxın, bir var dərrakəli insan, bir var ağıllı insan. Deyir, ağıllı insan odur ki, ona axirət günü zarar verən insanları, onlar onu tərk etməzdən qabaq tərk etsin. Çünki adam var səni tərk eləyəcək, adam var sən onu tərk eləyəsən. Hərəsi öz vaxtı var. O səni tərk eləməzdən qabaq sən onu tərk elə. Ağıllı adam axirətini qoruya bilən adamdır. Çox önəmlidir, qardaşlar. Din insanın həyatında ən bağlandığı şey olmalıdır. Bir şey ki, sənin dinini çürüdür, o şey sənə əziz olmamalıdır. O şey ki, sənin dinini möhkəmləndirir, o şey sənə əziz olmalıdır. Və sənə həm bu dünyada, həm axirət gündə fayda verən şey bu olacaq. Allahu aləm və sallallahu və səlləm və barik alə nəbinə Muhammed və alə alihi və sahbihi ecmaîn.